ibarət birliyi nümayiş etdirdilər 44 gündə. Əgər bugün Azərbaycanın imkanları məhdud olsaydı, bu dediyimiz rifah vəziyyəti yaratmaq, xalqın vəziyyətini yaxşılaşdırmaq üçün imkanları olmasaydı, mən əminəm ki, xalqımız bunu anlaşıqlı qarşılayardı. Ancaq xalq görür axı imkanları var. Xalq görür ki, məmurlar necə yaşayırlar. Xalq görür ki, hakimiyyətdə mövqe tutan şəxslər nə cür yaşayırlar. Hansı imkanlara malikdirlər, hansı harınlaşma faktları var. Bu illər ərzində dəfələrlə müxtəlif nazirlərin, komitə sədrlərinin, mavinlərin, icra başçılarının, müxtəlif dövlət şirkətlərinin rəhbərlərinin, işçilərinin, adicə şöbə müdirlərinin həbslərinin şahid olmuşuq. Hər birinin də mülkiyyəti hesablamağa başlayanda görünüb ki, sadə xırda bir görünən vəzifədə oturan adam, hətta bəzən rəsmi strukturlar yox, hansısa media strukturu rəhbəridir dövlətin, nə bilim, kiçik bir quruluşun rəhbəridir. 10 milyonlarla, 100 milyonlarla sərvətə malikdirlər. Mənlə multimilyarderləri demirəm. Və bu zənginlər nə cür yaşayırlar, onların ailə üzvləri, övladları nə cür harınlıq edirlər. Cəmaət görür axı. Cəmaət bunu görəndən sonra nə cür desin ki, bəli, böyük xərclər var, ona görə də biz öz istəklərimizi zamana buraxırıq, tələb eləmirik. Yəni, bu imkanlar var. Hələ ki, böyük gəlirlər var və son illərdə də neftin qiyməti yenidən yüksəlməyə başladı. Azərbaycan qazı dünya bazarına çıxmağa başladı. Bütün bunların hamısı imkanlardır. Və ona görə də xalqın istəyi tamamilə haqlıdır, məntiqlidir, düzgündür və hakimiyyət bu istəkləri nəzərə almalıdır. Hakimiyyət şəhid ailələrlə başlayaraq, müharibəmizin qəhrəmanlarından, veteranlarından, qazilərindən başlayaraq insanların həyat səviyyəsini yüksəltmək üçün konkret addımlar atmalıdır. Azərbaycanın qəhrəmanlarının aldığı müavinətlər, pensiyalar Gürcüstanla, Ermənistanla müqayisə edilməməlidir. Dünyanın ən inkişaf eləmiş ölkələri ilə müqayisə edilməlidir. Azərbaycanın imkanları var bunun üçün və eyni qaydada iqtisadi azadlıqlar verilməlidir. Bu monopoliyalara son qoyulmalıdır. Bu haqsızlıqlara son qoyulmalıdır. Adicə məsələlər var ki, onları həll etmək çox sadədir. Tutaq ki, uşaq pulu məsələsi. Yəni, hakimiyyətdəki korrupsionerlərin uğurladıqları, mənimsədikləri və xərclədikləri pullarla müqayisədə həmin o uşaq pulu məsələsi kiçik bir məbləğ. Bu həll olunmalıdır. Quru sərhədləri nəhayət açılmalıdır. Nə vaxta qədər bu sərhədlər bağlı?